Heç düşünmüsən mərd şirkətləri niyə heç vaxt uduzmur? Səbəb sadədir. Sən hisslərinlə oynayırsan, onlar isə riyaziyyatla. Əvvəlcə sənə cəlbedici görünən reklamlar təqdim olunur. Məsələn, 10 manat qoy, 20 manat al. Səncə bu sənin xeyrinədir? Qısa izah edim ki, bu aldatma necə işləyir? Hər şey ehtimaldan başlayır. Məsələn, düşün ki, bir oyunda qazanma ehtimalın 40%-dir. Uduzmaq ehtimalında 100 çıxılsın 40 60%-dir. Bu o deməkdir ki, 10 oyundan təxminən 4-ünü qazanacaqsan. Bu oyunlarda qazancını təyin edən əmsal termini var və o 1 bölünsün qazanma ehtimalına bərabərdir. O zaman bayaqki nümunə üzərindən ədalətli oyun olsaydı, sənə verilən əmsal 1 bölünsün 0,4, yəni 40% olduğundan 2,5 olardı. Başqa sözlə, sən 10 manat qoyanda 2,5 qat qazancı almalısan, yəni 25 manat. İndi baxaq bu ədalətli əmsal ilə oynayanda orta hesabla nə qazandığına. Sən 10 manat qoyursan, qazansan 25 manat alırsan. Amma qazanc dedikdə təmiz qazancı nəzərə alırıq. 25 manat qazandın, 10 manatda qoyduğun pul. 15 manat təmiz qazancın var. Riyaziyyatda gözlənilən dəyər termini var. Gözlənilən dəyər bərabərdir 0,4 vurulsun 15 çıxılsın 0,6 vurulsun 10. 6 çıxılsın 6 bərabərdir 0. Bu o deməkdir ki, hətta ən yaxşı halda belə uzun müddət oynasan da ortalama nə sən qazanırsan, nə də ki şirkət itirir. Amma mərd şirkətləri belə də oynamır. Onlar ədalətli əmsalı bilərəkdən aşağı salırlar. Məsələn, sənə 2,5 əmsal yox, 2 əmsal təklif edilir. Yəni 10 manat qoyduqda qazansan 20 manat alırsan. Bu zaman təmiz qazancın 20 çıxılsın 10 manat olur. Amma ehtimal yenə də 40%-dir. İndi yenə gözlənilən gəliri hesablasaq, gözlənilən gəlir bərabərdir 0,4 vurulsun 10 çıxılsın 0,6 vurulsun 10. 4 çıxılsın 6 -2. Deməli sən orta hesabla hər məcdə 2 manat itirirsən və bunu çox güman ki fərq eləmirsən. Əgər bu oyunlarda doğrudan da qazanc olsaydı, şirkətlər milyonlar yatırıb reklam eləməzdilər. Uduzmağın planın bir hissəsidir.